Deməli tələbələr, indi keçirik nəyi? Word proqramında dizayn tabını. Dizaynı, layoutu, referensi, mailingsi, review'nu, view'nu keçəcəyik. Bizə necə bunca yadınıza saxlayın ki, Draw'u mən bayaqlarım əlavə tab olaraqdan gətirib yerinə qoymuşdum bura. Bu normalda kompüterimiz açılanda üzərində olmamalıdır. Deməli, dizayn tabının içərisində gəlin baxağın görək neçə qrupa var. Dizayn tabının içərisində 2 qrup var. Document formatting qrupası və page background qrupası. Document formattingin içərisindəki əmrlərə baxağın. Birinci əmrimiz temis əmridir. Yəni temalar. Nə qayırıq? Yəni mən arxa fona istədiyim temanı qoymaq istəyirəm. Məsəl üçün yaşıl olsun mənim arxa fonum və başlıqlarım da belə yazılsın. İndi temam nədənsə yüklənmədi, bilmirəm. Amma yəqin ki, böyük ehtimal ki, siz PowerPoint-də və s. işləyəndə görmüşsünüz. Yəni arxa fon temaları necə olsun? Gəlin elə bir dənəsini PowerPoint üzərində göstərim. Niyəsə mən Word-ümdə işləmədi. Hanı PowerPoint proqramı? Burada. Eyni şey onun içində var. Açırıq. Gəlirəm buradan dizayna. Dizayna nə qayıram? Arxa fona belədən görürsünüz. Hər hansısa da bir tema əlavə edirəm. Yəni, bayaqki bizim Word sənədimizdə belə olmalı idi. Nədənsə də Word proqramında işləmədi. Amma eybi yoxdur. Davam edirik. Sonra, dokument formattingin içində temalar və temaların burada hər birinin başlıqları var ki, beləmi olsun, beləmi olsun və yaxud da beləmi olsun. Nəsə. Sonra, burada nə var? Color bölməsi var. Yəni, color verdiyim bayaqki temanın rənglərini dəyişdirə bilərəm. Font bölməsi var ki, burada nə eləyə bilərəm? Yazdığım yazıların fontunu dəyişdirə bilərəm. Eyni font bölməsini harada görmüşdüm? Home tabının içərisindəki font qrupasında yenə buradan da eləyə bilərdik. Bir də ki, dizayn tabında, dokument formattingdə yenə font bölməsində əmrindən eləmək olur. Sonra burada paragraf spacing bölməsi var, effektlər var və set as default'a bassaydıq əvvəlki vəziyyətinə qaytarardıq. Sadəcə bunların adlarınıza bilməyəcə ehtiyac var. Hələsinin nə işə yaradığından ehtiyac yoxdur. Ehtiyac duysanız içərisində hər birinin özünüz girərsiniz, baxarsınız ki, içində nələr olur. Belə effektlərdir, məsəl üçün hər birinin effekti 3D formasında mı olsun, beləmi nəsə seçmək olur. Keçdik indi nəyə? Page background-da. Page background-dan amma bilməli lazım olduğumuz 3 dənə əmr var və bunların hər birinin içini yaxşı bilməliyik. Watermark əmri, yəni su yolu nişanı əmri. Bu nə qarır? Mənim bu sənədimin mənə məxsus olduğu bilinsin deyə və yaxud da sənədimin üzərində kim nə istəyirsə də düzəlişlər eləyəndən sonra özünküləşdirməsin deyə arxa tərəfə mən öz adımı yazmaq istəyirəm. Məsəl üçün, öz adımı da yazmaq istəyirəmsə, buna basıram, görürsünüz, arxa tərəfə nəsə də yazı yazılır. Və onun da üzərinə gələm buradan, custom watermark'a basıram. Buradan confidential sözünü silirəm, çünki bunu mənim proqramım özü verir. Mən deyirəm ki, yox, proqramın özünün verdiyi söz olmasın. Mən kiməm? Deyək, Elmira. Elmira yazıram bura. Və bunu da adın, rəngini buradan dəyişirəm. İstəyirəm ki, qırmızı rəngdə dayansın və mənim bütün PDF-lərimin arxasına Elmira sözü yazılsın. Diagonal mı, horizontal mı? Buradan seçirəm. Mən deyirəm ki, yox, diagonal olsun. Apply, ok basıram. Nə oldu? Gördünüz? Deməli, mənim bütün PDF-lərimin arxasına Elmira sözləri düşdü. Deməli, bunu necə elədik? Arxa fona adımızı yazmağı su yolu nişanla. Page background-da watermark əmrindən. Sonra page background-un içində page color var. Yəni, mən istədiyim rəngdə səhifəmin arxa fonunu dəyişdirə bilərəm. Elə bu rəng qalsın. Belə olsun. Bütün səhifələrim biraz pembiş rəngdə görsənsin. Sonra page background-un içində nə var? Page border var. Page borderə basırıq. Nə qarır? Page border əmrini bir də bu borderi harada görmüşdük? Bunu görmüşdük. Home tabının içərisində paragraf qrupasında da border əmri vardı. Ancaq bununla onun fərqi var. Home tabının içərisindəki paragraf qrupasındakı border əmri yazılan, yəni seçdiyim mətni götürüb çərçivəyə salır. Məsəl üçün, deyək ki, mən fakültə yazısını götürüb seçmişəm, nə qaracam? Çərçivəyə salacam. Amma burada dizayn tabının içərisindəki page border əmri isə səhifəni çərçivəyə salır. Zaten adından görünübdür. Page, yəni səhifə. Məsəl üçün, səhifəni burada verdiyi kimi hansı istəsəniz götürüb ok basarsınız, səhifəmizi hər hansısa bir çərçivəyə salarıq. Bircə dəncə yadınıza saxlayın ki, page background-un içərisindəki page border əmrinə basanda 3 başlıq altında açılır. Borders əmri, page border və shading. Buranı da sizə, baxın, belədən şəklini kəsib verəcəklər. Deyəcəklər ki, bu hissə hardan götürülübdür? Sən deyəsən ki,
Designin içərisindəki page background qrupbasının içərisindəki page borderə basanda bu dialoq pəncərəsi açılır. Borders, page border və shading bölməsi. Shadingdə yenə eyni şeydir, yəni arxa fonun və s. rəngini dəyişməkdir. Çox da bilməyə ehtiyac yoxdur. Burada əlavə bilməyə ehtiyac olan nə var? Page borderdə siz gəlib həm burada özün təklif elədiyi və yaxud da burada özün təklif elədiyi qıraq bəzəklərini qoya bilərsiniz və yaxud da ki, şəkil qoya bilərsiniz. Altına basanda məsələn görürsünüz nə qədər şəkillər var. Və yaxud da lap aşağıya gələndə deyəcəkdir ki, sizə ki, ged oradan öz device-ında, yəni öz kompüterində olan şəkildə yerləşdirə bilərsən. Məsələn, mən deyirəm ki, mən istəyirəm ki, bütün sənədimin böyrləri ürək-ürək olsun. Ok basıram, belədən çərçivələnir. Page background-dan belə qutardıq. Deməli, dizayn tabının içərisində cəmi 2-3 dənə şey var idi. Bunu mükəmməl bir şəkildə bildik. Gəlik nəyə? Ən əsas tablardan biri olan layout. Bir dənə yadımıza salaq görək, layout harda əsasdır, harda əlavədir. Layout normalda Word proqramında əsasdır. Ancaq cədvəllə işləmişəmsə də əlavə tabdır. Çünki cədvəli yaradanda nə yaranırdı içində? Həm dizayn yaranırdı, həm də layout yaranırdı. Amma o dizaynla layoutun, buradakı dizaynla layoutdan fərqləri var idi. İndi bu layoutun içində nələr var? Marginlər var. Yenə marginlər bilirsiniz nədir? Sənədimdəki bu kənardan boşluqları təyin edəcəkdir. 2 sm olsun, 3 sm olsun. Buradan gəlirsiniz, boşluqları baxırsınız. Orientation var idi. Keçən dərsdə demişdim. Biri portret rejimi, yəni qəbirbaşı şəklində, qəbirdaşların üstlərinə nətər şəkil vurulursa da elə. Landscape-dəki albom şəklində, yəni toy albomlarımız şəklində. 2 cür ölçü vermək olur. Daha doğrusu 2 cür stil vermək olur. Sonra size var page setup'ın içində. Size nədir? A3 formatında mı olsun, A4, A5 mi? Bunu buradan belə seçirik. Sonra page setup'ın içində columns var. Columns'u bir də harda görmüşdük? Insert'in içində table'ın üzərinə basırdıq. Yəni burada sətir sütun görürdük və yadımıza saxlayaq ki, bizim standart olaraq da neçə dənə cədvəl yarada bilirdik. Buradan əgər belə çəksəydim, 80 dənə cədvəl yarada bilərdim. Niyə 10 dənə? Çünki baxaq görək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə sütunumuz var və 8 dənə sətrimiz var. Birlikdə 80 dənə xanadan ibarət olan cədvəl yarada bilirəm. Amma yox, desəm ki, mən manual olaraqdan əllə yazmaq istəyirəm cədvəlimi. Onda nə qaracaqdıq? Onda 63 dənə sətrimiz olacaqdı, 63 dənə sütunumuz olacaqdı, 32.767 dənə də sətrimiz olmalı idi. Bu da keçən videodan yadınızda qalmışdı güya ki. Gəlik nəyə? Layoutdakı indi columns əmrindən danışırıq. Layoutdakı columns əmri digərindən fərqlənir. Bu, bizim sənədimizdəki sözləri sütuna bölür. O ki, hansı ki, siz imtahan falan verəndə, imtahan vərəqəsində görürsünüz də, belədən səhifəni götürürlər, belədən yarıya bölürlər. Məsələn, suallar buradan başlayır. Məsələn, 10-cu sual deyək ki, burada qutardı. 10-cu sualdan sonra 11 gələcək, buradan başlayır. 12, 13, 14 belə gedir. Bunu da nəyə görə edirlər? Təbii ki, vərəqə ekonomiya eləməkdən ötürü. Nəysə, əvvələ qaydağın. Qoy bir dənə buranı silim. Gəldik. Insert nə idi? Layoutun içindəki bu columnsa. Columnsa basanda 2 dənə sütuna ayıra bilərəm mən bütün mətnimi. Qoy bir dənə hamısını seçim. Ctrl-A eləyək. Götürək məsəl üçün 2 sütun şəklində yazaq. Gördünüz, nə oldu? 2 sütuna bölündü. Və yaxud da ki, deyək ki, yox, mən hamısını soldan yazmaq istəyirəm. Və yaxud da ki, mora basacağam, 3 dənə sütun şəklində olsun və s. Belirləmək olur. Və bu da təbii ki, maksimum bir yerə qədər dayanacaqdır. Mən bir səhifəmin üzərində maksimum 45 dənə sütuna bölə bilərəm. Baxın, buradan yazıram. Məsələn, 46 yazsam, ok bassam, nə deyir? Deyir ki, yalnız 1-dən 45-ə qədər sən sütunlara bölə bilərsən. Burada 45 dənə eləyəndə də nəyə sərf edir? İmtahanlarda şparqalka hazırlamağa. Belə yavaş-yavaş hamısını balaca xırda bir ekranın üstündə yazacaqdılar. Nəysə. Sonra page setup'da 1x əmri var. Bu 1x əmrini harada görmüşdük? Yenə insertin içində page 1x əmrindən eyni işə yarayır. Nə qarır? Sənədimin üzərində olan səhifəni yarıya bölür. Yəni kursorum harada dayanıbsa da oradan yarıya bölüb digər səhifədən yazmağa başlayacaqdır. Ancaq onca yadınıza saxlayın ki, insertin içindəki bu 1x əmrinin yanında page 1x qoyulubdur. Yəni şəkil olaraqdan eynidir. Amma layoutun içindəki əmrdə eləcə necə 1x yazılıbdır. Sonra burada line number var. Line number nə deməkdir? Sənədimdə olan sətirləri nömrələyir. Bir də number əmrini görmüşdük. Harada görmüşdük? Home'un içərisində, hani home?
Home-un içərisində paragraf əmrində də numbering əmri var idi. Buradakı paragrafın içindəki numbering əmri mənim abzaslarımı götürüb nömrələyir. Amma yox, layoutun içindəki line number əmri sətirlərimi, təbii ki, yəqin ki, siz abzasına sətiri fərqləndirə bilirsiniz də. Abzas nə deməkdir? Məsələn, buradan başlayıbdı, növbəti boşluğa qədər yazılan bütün sözlər. Bunların hamısı bir abzasdır. Sonra müəllimlər deyirdi vaxt ki, boşluq qoy, biraz başdan da birəcənəcə boşluq qoy, yeni sətirdən başda yaz. Və buradan buraya qədər də bir abzasdır. Amma sətir deyəndə nədir? Buradan başlayıbsansa da sözün sonuna qədər, yəni ekranın sonuna qədər gələn. Bax, bunun özü bir sətirdir. Buranın özü bir sətirdir. Azərbaycan dili dərsidir. Buranın özü bir sətirdir. Nəysə. Gəlin bir dənə üzərində yoxlayaq, baxaq. Home-un içərisində gəlsəm mən buranı seçsəm, numbering əmrini bassam, nə qardır? Abzaslarımı nömrələdi. Təbii ki, abzasım buradan başlayıb, burada bitib. Buradan başlayıb, burada bitib. Nömrəliyibdir. Amma yox, layoutun içərisindəki line number. Gəlin indi buranı da belə eləyəyin. Üzərinə bassam, nə qaracaqdır? Mən istəyirəm ki... Nə istəyirəm? Üzərinə basanda nə elədi? Gördün, bütün mətnimin üzərində nə qədər ki sətirlər var idi, hamısını başladı bir-bir nömrələməyə. Görürsən, burada sətir var. 18-ci sətrim görürsən boşdur, 17-ci sətrim boşdur. Amma 19-cu sətrim bura qədər yazılı ilə doludur. Deməli, bu da belə. Sonra burada nə var? Hyphenation əmri var. Hyphenation sözləri hecaya bölmək üçün. Düz deyim, sən əlinlə də yaza bilərsən. Məsəl üçün, burada götürsən desən ki, bu l-ç-k sözü sıxışmır. Bura bir dənə tre qoy, tuş aşağıya. Hər dəfə tre qoyub düşməmək üçün gəlsən burada hyphenation əmrini basırsan və manuala basırsan. Deyək ki, hyphenation dolubdur, nəmnəsi dolubdur, deyir, kompüterin başına hava yəf. Heç nə, manuala basırsan, basandan sonra sən artıq burada görürsən ki, sətirdən sətirə keçmək olmur. Enteri basanda özü buradan avtomatik sağa çıxaq qoymalı idi. Nəysə, bu da belə. Heç bilməyə ehtiyac yoxdur, sadəcə adını əzbərləyin ki, sətirdən sətirə keçmək üçündür. Hecalara bölür. Hecalara yox. Azərbaycanca nə deyilirdi onun adına? Nəysə, siz başa düşdünüzsə sətirdən sətirə keçmək üçün. Sonra, burada nə var? Page setup'ın dialog pəncərəsi var. Dialog pəncərəsinin içərisi 100% düşür. Hər dəfə gəv bunu salırlar. Yadınızda saxlayın ki, bu pəncərəni, bax, buradan gəlsə şəklini kəsəcəkdilər. Deyəcəklər ki, bunu hardan çıxarmışam. Sən də deyəcəksən ki, hardan çıxarmışsan? Layoutun içindəki page setup'ın bura dialog pəncərəsi. Və yadında saxla ki, page setup'ın dialog pəncərəsi 3 dənə başlıq altında açılır. Marginsin içində yenə nə eləyə bilərəm? Sağdan, soldan, yuxarıdan, aşağıdan bu boşluqları tənzimləyə bilirəm. Sonra orientation'ını dəyişdirə bilirəm və s. və s. Sonra paper bölməsi var, kağızın ölçülərini və s. dəyişdirir və page setup'ın içində eyni bu tabın adı altında yenidən bir qrupa yaranır ki, bu da layout qrupasıdır. Altında da tək və cüt səhifələrin content tuturlarını, yəni header footerlarını fərqləndirə bilərik və yalnızca birinci səhifənin content tuturunu fərqləndirə bilirik. Header footerunu yəni. Heç nə, buradan da belə. Və yadınızda saxlayın ki, sizə sual verilsə ki, o hansı qrupdur ki, onun içərisində mən faylın içində olan print əmrinin, yəni printerə aid olan, yəni bax buranın gözünü göstərim. Hani bu print olan hissəsi. Faylın içindəki bu print olan hissə ilə eyni şeyləri yerinə yetirə bilərəm. Siz deyirsiniz ki, layoutun içində page setup qrupasından mən faylın içindəki printin içində eyni əmrləri yerinə yetirə bilirəm. Yəni orada nə var idi? Baxın, faylın içində printə girək. Burada nə eləmək olur? Orientation'ını dəyişmək olur. Nə bilim, album şəklində elə nəmnağar. Sonra margin qoymaq olur. Və s. eləmək olursa da, onu gəlib layoutun içində, page setup'ın da içində yenə marginlər, orientation'ını, ölçünü və s.'ni dəyişdirə bilirik. Bu da belədir. Sonra gəlirik burada nəyə? Paragraf bölməsinə. Paragraf bölməsi eyni ilə Home-un içindəki paragraf bölməsindən haradasa da oxşuyur. Bax, bu işarələrdirmi bu? Decrease indentlə, nə bilim, increase indent hissəsi. Eynidir. Amma fərq var. Nədə? Home-un içindəki paragraf qrupasında abzaslar arasında, yəni abzasın başlanma və yaxud da ki, bitmə hissəsindəki boşluqları,
Bu özü təklif elədiyi qədər biz sağa və yaxud da ki, sola görsə sürüşdürə bilirik. Amma yox, layoutun içindəki bu sağa, sola, yuxarı, aşağı hissəsində mən özüm neçə santimetr istəyirəmsə də o qədər dəyişdirə bilirəm. Deməli, əlimlə dəyişdirə bildiyim hissəsi layoutun içindəki paraqraf qrupbasındadır. Amma yox, default olaraqdan dəyişdirilə bilən hissə elə home tabının içərisindəki paraqraf qrupbasındadır. Sadəcə şəkil olaraqdan yadınızda saxlayın, geçsin. Bunun da dialoq pəncərəsini açırıq. Heç nə, dialoq pəncərəsində xahiş edirəm göz yaddaşındanmı, ya nə bilim hansı sözdənmi yadınızda saxlayın ki, bu sözü görəndə demək ki, bilməlisən ki, bu layoutun içindəki paraqraf qrupbasının dialoq pəncərəsidir. İki başlıq altında açılır. Danışmağa əldə böyük bir şeylər yoxdur. Sadəcə şəkil olaraqdan düşə bilər. Sonra layoutun içində ən əsas qəşəng qrupba hansıdır? Arrange qrupbasıdır. Sual verilsə ki, o hansı qrupdur ki, layout tabının içərisində onun dialoq pəncərəsi yoxdur, deyəcəksən ki, arrange qrupbası. Arrange qrupbası nə qarır? Mənim əgər sənədimin üzərində şəkil varsa, bir dənə gəlin şəkil yerləşdirək. Şəkil yerləşdirməyək, məsəl üçün bir fiqur yerləşdirək. Bunun da özü bir şəkildir. Məsələn, belədən bir dənə gülən üz. Gəlin üzün də içindən gözlər çıxsın. Zaten gözləri var, ürəkli gözlər çıxsın. Niyə? Çünki hər birimiz sevgili olu insanlarıq. Bir dənə buradan bunu götürüm, Ctrl-C eləyim. Biri də olsun. Ctrl-V eləyim, yapışdırım. Rəhlərini də dəyişim. Ürəyimiz qoy, qırmızı rəngi olsun. Nəysə, buralarda belə oynaşdıq. Gəlik nəyə? Layoutun içində oynayandan sonra nə oldu? Artıq arrange qrupbasının içindəki bütün əmrlərim aktiv oldu. Niyə? Çünki şəkil yerləşdirmişəm. Burada arrange qrupbasında position hissəsi var. Position nə deməkdir? Mənim bu şəklim, mənim mətnimin harasında dayansın? Görürsünüz, gülən üz o yan bu yana gəlib gedir. Yəni, və bu arada onu yadınızda saxlayın ki, mən əgər ki, position hissəsində şəklin yerini dəyişdirirəmsə, bu gəlir, məsəl üçün, yuxarıya qoyuramsa da yazılarım artıq qıraq tərəfdə dayanacaqdır. Yəni, özü üçün müəyyən bir sahəni boşluğa çevirəcək və oradan gəlib şəkil yerləşəcəkdir. Amma yox, mən burada wrap text kimi yazsaydım, bu deyir ki, gözə qoy position'ı bayaq kimi qoyum. Yox. Hə, qoy belə ortadan dayansın. Amma wrap text eləyəndə, bu deyir ki, mənim yazılarım şəkilimin, figurumun, yəni ölçüsünə uyğun olaraqdan belə yumru-yumru bölünənmi dayansın, yəni nə tərsi dayansın. Gözün görüm, izah edə biləcəmmi? Bir dənə draw'a basım. Wrap text eləyəndə, nağardır mənim yazılarım, bax görürsünüz, yox görənmirik. Niyə qələmim işləmir ki? Yazılarım görürsünüz, belədən dayanıbdır. Yəni, mənim şəklimə uyğun olaraqdan buradan formalaşıbdır. Amma yox, mən gəlib burada position eləsəydim, positionda heç nə. Gələcəkdi, dördbucaq olaraqdan özünə bir sahə ayıracaqdı və həmin sahədə dayanacaqdı. Yəni, əslində bunun çox da sizdən mənasını soruşmurlar ki, bu necə eləyir, bu necə eləyir. Amma yəni yadınızdan saxlayın, bu mətni şəklimin ölçüsünə uyğun olaraqdan yazdırır. Amma bu deyir ki, mənim xüsusi pozisiyam var ki, bu qədər sahəni mən qırağa çəkməliyəm. Sonra burada nə var? Bring forward əmri var. Bring forward əmri nə qarır? Gözləyin qoy, bir dənə bunları bunun üstünə qoyum. Məsəl üçün, arxa fondakı mən bu dəqiqə yaşıl üzü seçmişəm. Yaşıl üzü seçmişəmsə də, birinqə bassam, həmin o yaşıl üz mənim ürəklərimdən də qabağa gələcəkdir. Gördünüz, ürəklər dal tərəfdə qaldı və mətnim də dal tərəfdə qalıbdır. Amma ki, yox, send atsam, 2 dəfə atsam, heç nə, ürəklər üstə gələcəkdir. Deməli, send olanda nə qarır? Mənim bu şəklim arxaya gedir. Bring eləsəm, deyək ki, necə bring elə? Sözlərim üstünə bring elə, yoxsa necə eləmək istəyirsənsə. Bring forward eləyəndə qabağa, send backward eləyəndə şəklim arxaya doğru gedir. Bu da beləsindən. Sonra selection pane var. Selection pane nə qarır? Bu bölmədən mən obyektlərimi gizlədib göstərə bilərəm. Yəni, bütün obyektlərim, qoy bir dənə hide eləyim. Obyekt deyilən daha doğrusu şəkillər deməkdir. Bütün şəkillərimi, yəni şəkil formatında olan obyektlərimi gizlədə bilirəm və göstərə bilirəm. Sual düşür, qəbul sualıdır. Deyir ki, obyektləri hardan gizlədib göstərmək olur? Deyirsiniz ki, layoutun içindəki arrange qrupbasında selection pane əmri var ki,
o zaman burada show all və yaxud da ki hide ola basırsınız. Show all eləyək və davam eləyək. Burada align bölməsi var, düzləndir. Mənim şəklimin mətninə görə sağda, solda və s. də yansın. Sonra qrup əmri var. Qrup əmri nə qarırsan? Gələm, mən bütün bunun üzərində olan şəkillərimi bir-bir seçirəm. Seçəndən sonra qruplaşdırmaq istəyirəm. Bir-bir seçməyin kombinasiyası nə idi? Kontrolu basacaqdım, yəni oradan buradan seçməyin. Bir dənə bunu seçdim. Bir dənə bunu seçdim. Bir dənə də bunu seçdim. 3 dənəsini seçmişəmmi? Seçəndən sonra gördünüz burada. Qrup əmri aktiv oldu. Və deyirəm, mən bunları qruplaşdırmaq istəyirəm. Qruplaşdırdım. İndi qrup halında oradan bu yana, buradan o yana beldən tərpədə bilirəm. Daha bayaqki kimi durub gəlib tərpətmək üçün bir dənə bunu bu yana gətirim, bir dənə üstündə bunu gətirim, bir dənə üstündə bunu gətirim. Buna ehtiyac yoxdur. Hazır burada qrup əmri var. Sonra burada rotate əmri var ki, mənim burada yazdığım və yaxud da qoyduğum şəkli güzgü əksinə fırlaya bilir. 90 dərəcə bu yana, 90 dərəcə bu yana və yaxud da ki beləsindən fırlaya bilir. Sonra, deməli, layout qrupasından, daha doğrusu tabından da beldən işimiz qutardı. Gəlirik nəyə? Referensə. Referens nə qarır? Referensin içində ümumiyyətcə referens istinadlar əlavə eləmək üçün lazım olan bizim tabımızdır. Bunun içərisində table of content var. Table of content nə qarır? Bizim sənədimizə mündəricat əlavə eləyir. Yəni ki, o kitabımızın ya başlığında ya da axırlarında olur ki, deyir ki, məsəl üçün Word dərsi filan səhifədədir, Excel dərsi filan səhifədədir. Yəni mündəricat qoyur. Və düyməsi də F9 kombinasiyasıdır. F9-u basanda mündəricat yaradır. İndi gəlin bir dənə mündəricat yaradalım. Mündəricat yaratmağın yolu belədir. Daha doğrusu mündəricat yaratmazdan əvvəl bir dənə bir şey deyim. Burada add text bölməsi var ki, bu mənim mündəricatıma başlıqlar verir. Necə başlıqlar verir? Məsəl üçün, mən deyirəm ki, mənim birinci başlığım bu olsun. Fakültə, riyaziyyat informatika. Add text elədim, level 1-ə qoydum. Sonra ikinci başlığım tədris ili başlığı olsun. Add text elədim, level 2-yə qoydum. Sonra nə bilim, üçüncü başlığımda fənnin müəllimi adı olan olsun. Add text elədim, level 3-ə qoydum. Qoyandan sonra gəlirəm mən, nə bilim, sənədimin harasında istəyirəm. Məsəl üçün, sənədimin sonunda olsun istəyirəm. Gəlirəm buradan table of content-ə basıram. Deyirəm ki, belə olaraqdan başlıqlarım yazılsın. Üzərinə bastım, gördünüz, mündəricatımı yaratdı. Deyir ki, fakültə, riyaziyyat informatika yazılmış şey yenə birinci səhifədədir, tədris ili yenə birinci səhifədədir və s. İndi bunu özünüz düzəldə bilərsiniz, güya kitab yaradırırsınızsa da. Məsəl üçün, amma ki, burada deyəcəksiniz ki, müəllimə, bəs bu, hara getdi o? Deyəcəksiniz ki, müəllimə, burada 3 dənədir axı və mən bunun davamını da yazmaq istəyirəm. Necə yazım? Gəlirəm, məsəl üçün, 4-cü başlığımı seçirəm, add text-ə qoyuram, yenə level 1 işarələyirəm. Gəlirəm, bunun üzərində update table basıram. Heç nə basamıram. Bastım. Update table basandan sonra gördünüz nə qardır? Gəldi. Biliklərin yoxlanması üçün nəyi buradan bayaqlarımı seçmişdim. Göstərdi ki, o da sənin səhifəndə 3-cü səhifədədir. Mətnində 3-cü səhifədədir. Bu da belə. Deməli, table of content nə qarır? Yadınızda da saxlayın ki, mündəricat yaradır. Mündəricat yaratmağın da kombinasiya yolu nədir? F9-dur. Mündəricatın başlıqlarını add text vasitəsindən eləyirəm. Add text-ə basıram, başlıqları qoyuram və update table-a basanda da artıq 3 dənəsini yaratmışamsa, 4-cünü yarada bilmirəmsə, burada çünki level 3-ə qədər veribdir. Level 1-i gəlib seçirəm, update table-a basan kimi nə eləyir? Mündəricatımın davamı davam eləyir, gedir. Bu da belə. Sonra burada nə var? Footnote-lar var. Footnote-lar nə deməkdir? Footnote ümumiyyətcə mənim səhifəmin sonuna istinad əlavə eləmək deməkdir. Məsəl üçün, güya ki, mən redaktor sözünü bilmirəm. Redaktor sözünü bilmirəmsə, götürəm, bax, bura, footnota basıram, gəl redaktor sözümün üzərində bir çür. Və altdan başlayıram yazmağa ki, redaktor sözünün mənası, nə bilim, nə deməkdir. Buradan belə istinad əlavə elədim. Sonra burada nə var? Buralarda başqa bir şeylər yoxdur. Bir dənə bunu bilmək lazımdır. Bunun da yenə dialoq pəncərəsinin haqqında heç bir sual verilməyəcəkdir. Sadəcə istəyirsinizsə də içini aça bilərəm. Beldən görə bilərsiniz. Bəlkə vaxtsa hardasa sizdən nəsə soruşurlar. Amma magister proqramında buranı soruşmurlar. Sonra burada nə var? Burada search bölməsi var. Search bölməsi nə işimizə yarayır bəs? Search bölməsi, məsəl üçün, deyən ki, mən riyazi sözü nə deməkdir bilmirəm. Güvənlə buranı seçirəm. Search-ə basanda buradan deyirəm ki, Bing-lə axtarış elə. Gəl Bing-lə axtarır ki, riyazi sözü axtarmalı idi əslində burada.
Binglə axtaranda gəlməlidir ki, riyazi sözü riyaziyyata aid olan bir şeydir. Nədir? Yəni bir yolluq olaraqdan tadıruf girmirəm də, gedib Google-a girib Google-un üzərində riyazi sözünü yazmıram. Elədən yəni birbaşa axtarış eləmək üçün burada search bölməsi var. Nəysə, bəzən mənim kompüterim düz işləmir. Ona çox da fikir verməyək. Burada nə var? Citions və bibliografiya bölməsi var. Heç vaxt da dilimdən deyə bilməmişəm. Bibliografiya bölməsində sadəcə və sadəcə onca yadınızda saxlayın ki, bura bizdən ötürü nə üçündür? Ədəbiyyat siyahısı əlavə eləməkdən ötürüdür. Heç nə. Bizə bunca sual veriləcək ki, bu nə üçün? Deyəsiniz ki, ədəbiyyat siyahısı əlavə eləmək üçündür. O da necə olur? Universitet PDF-lərinizdə böyük ehtimal ki, müəllimləriniz ən axıra ədəbiyyat siyahısı qoyur. Məsəl üçün deyir ki, filan hissədəki abzasdakı məlumatı deyən ki, Wikipediyanın içindən götürmüşəm. Filan hissədəki məlumatı, nə bilim, Ələsgəri Rızanın kitabından götürmüşəm. Yəni elə ədəbiyyatları qoyurlar ki, hardan nəyi götürmüşəm. Neyse, onları da qəşəng şəkildə yazmaq üçün buradan gəlib qurdalanırlar, işləyirlər. Sonra burada nə var? Captions əmri var. Captions əmri nə var? Heç nə. Bunun içində sadəcə yadınızda saxlayın ki, bizə düşəcək olan iki dənəcə əmr var. Biri insert captions'dır, biri də cross reference'dir. Burada qoyun yuxarıya qalxın. Bu əmr bizim sənədimizdə olan şəkillərə başlıqlar verir. Məsəl üçün, deyirəm ki, bax bu yumru, o ki hansı ki şeylərdə olur, kitablarınızda olur. Bir dənə şəkil qoyur, altına yazır. Şəkil 1. Sonra burada gəlir. Deyir ki, bu şəkil 2-dir. Burada deyir şəkil 3. Sonra da cümlələrinizin içində ta həmin şəklin adı çəkilməmişin altındakı sözü deyir. Məsəl üçün, gəlirəm, bax bunu seçirəm. Burada insert caption eləyirəm. Deyir ki, bunun altına nə qoymaq istəyirsən? Mən deyirəm ki, bunun adını dəyiş. Figur 1 qoyma. Adını dəyişim. Nə qoyum? Nə bilim. Şəkil 1 olsun. Şəkil 1. Ok basıram. Nə oldu? Gördünüz? Altına düşdü ki, bu şəkil 1-dir. Və yaxud da ki, gələm burada. Yəni, insert captions'a basıram. Bu dəfə deyirəm ki, heç nə. Burada eləcə figur olaraqdan gəlsin. Ok basıram, heç nə. Altına düşür figur 1. Və yaxud da bunu istəsəm elə bunun üzərində də dəyişdirə bilərəm. Nəm yaza bilərsiniz. Şəkil 1-dir və s. Belədən. Deməli, nə qarır? Insert captions əmri mənim sənədimdə olan şəkillərin altına başlıqlar verir. Sonra burada nə var? Cross reference əmri var. Cross reference əmri nə qarır? Heç nə. Deyirəm ki, mən nə qarmaq istəyirəm? Buradan gələm seçim eləyirəm ki, gəl buradan nələri tap. Niyə buraya şeylər gəlmədi? Figurlar. Məsəl üçün, mən demək istəyirəm ki, burada figurları tap. Buradan figur sözünü seçəcəkdim, insertə basacaqdım. Sənin sənədində olan, bu yandan da soruşacaqdım ki, hansı fiquru istəyirsən. Sənə deyəcəkdim ki, məsəl üçün, şəkil 1 fiqurunu istəyirəm. Məsələn, sən 77-ci səhifədəsənsə də, buradan insertə basan kimi gəlib təzədən bir də 4-cü səhifəyə gələcək. Deyəcək ki, şəkil 1, ay sağ ol, bax buradadır. Neyse, bu əmr ondan ötürüdür ki, səhifədən səhifəyə keçid edeyim. Nəysə də axtararkən gələm, bunun üstündə basıram, deyirəm ki, filan şey axtarmaq istəyirəm. Mənim promoy ora tulla. Yəni, çarpaz olaraqdan səni oradan o yana, buradan bu yana aparır. Sonra nə var burada? Bir dənə onca yadınıza saxlayın ki, sizə bax, buranın belə şəklini çəkib, qəbula belə sala bilərlər. Bax, belədən. Deyəcək ki, bu hardadır? Sən yadında saxla ki, cross reference əmri əgər caption qrupbasındadırsa da bil ki, referens tabının içindədir. Amma ki, yox. Sənin burada cross reference əmrin link qrupbasının içərisindədirsə də, denən ki, bu insert tabındadır. Bu da belə. Referens bölməsindən başqa da bilməyə ehtiyac yoxdur. Bunlar düşmür. Bunların başını buraxın. Sonra mailings tabının içərisində bilməyə ehtiyac yoxdur. Çünki maillə göndərmə, kimə göndərmə, nə bunlardan danışır. Heç burada düşmür. Gəli ən əsas 2 dənə tabım qaldı. Review ilə view. Review'dan danışalım. Review'da nə var burada? Proofing qrupbası var. Proofing qrupbasında nə qarırsan? Spelling and grammar hissəsi başlayır sizdə, yoxlayır ki, sənin yazdığın yazılarda nə bilim qrammatik səhvmi var, yoxsa orfoqrafik səhvmi var və s. və s. Siz də bilirsiniz ki, qrammatik qırmızı dalğalarla, orfoqrafik də yaşıl dalğalarla işarə olunur. Nəysə, lazım olanları oradan sizə şey eləyəcəklər. Mən burada bir dəqiqə deaktiv eləmişəm deyə atmadı bunu. Sonra burada thesaurus şeysi var. İngilis dilim çox mükəmməl olduğu üçün
Hə, bu əmr nə edir? Bu əmr sizdə lazım olan, məsəl üçün seçdiyin, bax buradan ixtisas sözünü seçsən, gəl bu əmrə bassan, ixtisas sözünün sinonimlərini saat çıxardacaqdır. Ki, məsəl üçün ixtisas sözünün falan sinonimləri var və yaxud da ki, antonimləri bunlardır və s. və s. Məsəl üçün, gəl burada mən əgər kompüter sözünü işarələsəydim, bu əmrə bassaydım, sağ kompüterə nə yazılacaqdı? Sinonim olaraqdan EHM verə bilər, yəni elektron hesablama maşını və yaxud da ki, sadəcə maşın və yaxud da avtomat sözlərini çıxarda bilər ki, deyər ki, kompüterə ekvivalent olan sinonimlər bunlardır. Deməli, bir də onu yadınızda saxlayın ki, bu spelling and grammarın kombinasiya düyməsi F7-dir, amma yox, sinonimləri yoxlamaq üçün lazım olan bu əmrimizin kombinasiya düyməsi Shift F7-dir. Xahiş edirəm, bunları yadınızda saxlayın, qəbullarda tez-tez salırlar. Bayaqlar nə öyrənmişdik burada? Table of Content'in düyməsini öyrənmişdik ki, bu F9 idi, amma buradakı bu eləcə F7-dir, sinonimləri yoxlayanda Shift F7-dir. Sonra burada nə var? Word count var. Word count-a basanda nağarlıq mənim sənədimdə olan səhifələrin sayını göstərir, nə bilim sözlərin sayını göstərir, boşluq olmayanda nə qədər sözlərim var və yaxud da boşluq olanda nə qədər sözlərim var və s. və s. Bunları göstərir. Sonra bu word count-unda mən bayaqlar kəşf etmişəm ki, kombinasiya düyməsi Ctrl Shift Q imiş. Ctrl Shift Q-nu basanda, bayaqların basanda səhv işləmişdi. Burada rəqəmləri səhv göstərir. Ctrl Shift Q-nu basanda nağarı word count əmrini açır. Deyir ki, sənin bir dəqiqə sənədində 4 dənə səhifə var, 426 dənə söz var. Boşluq olmasaydı 3177 dənə simvolların var. Boşluqla bərabər 3580 simvol var və s. Nə bilim, burada sətirlərin, abzasların hamısının nömrələrini göstərir. Sonra burada nə var? Speech qrupbası var. Speech qrupbasının içərisində cəmi bir dənə əmr var. O da nədir? Read aloud əmri. Əgər ki, mənim buradakı mətnim ingiliscə yazılsaydı, siz bilirsiniz ki, yəni bu proqramımız, ofis proqramımız ingilis dilində işləyir də. İngiliscə yazılsaydı, siz buna bassaydınız, başlayacaqdı ingiliscə sizə oxumağa ki, məsəl üçün, burada fakültə, riyaziyyat, informatika, ixtisas filan şeylər, yəni sənədimi ingiliscə oxuyardı, siz də qulaq asardınız. Check accessibility bölməsi var ki, bu sizin sənədin üzərində elədiyiniz hər bir şeyi yoxlayır ki, həqiqətən də qrammatik olaraq düzdürmü, səhvdürmü, filan şeyləri eləyibsən, nağaribsən, onların hamısını yoxlayır. Buna bilməyə ehtiyac yoxdur. Language bölməsi var ki, language bölməsində də 2 dənə şey var. Biri translate eləməkdir, yəni yazılmış, seçilmiş hissəni götürəcəksən buradan, translate eləyəcəksən, tərcümə və yaxud da ki, dili dəyişdirəcəksən. Sonra comments bölməsi var. Comments bölməsini harada görmüşsünüz? Comments nə deməkdir? Yəni, mənim mətnimi kommentlər yerləşdirmək. Commentsi bir dənə görmüşdük insertdə. Bununla onun nə fərqi var? Heç nə, bir dənəcə fərq onun altının yazılarıdır. Yadınızda saxlayın ki, referens nədir? Review'dakı comment əmrinin altına new comment yazılıb, amma insertdəki comment əmrinin altına sadəcə comment yazılıbdır. Bunu da belə fərqləndirə bilərsiniz. Sonra, başqa nə var burada? Tracking qrupbası var. Tracking qrupbası nə üçündür? Dəyişiklikləri yoxlayır. Əgər ki, mən burada buna bassam, gəlsəm, dəyişikliklər eləsəm, məsəl üçün, deyək ki, burada nəsə də eləyirəm. Və bu özü başlayırsa deməyə ki, buralara dəyişikliklər eləyirsən, nəmnə qarırsan. Bax, böyük hissələrində göstərir. Sən bax, bunun üzərinə bassan, dəyişikliyin görsənməyəcək. Daha doğrusu, nə yazırsansa o görsənəcək. Bunun üzərinə əgər bassan, deyəcəkdir ki, sən bayaqlar burada informatika idi, sən informatikanı silibsən, ifkatika yazıbsan. Yəni, bu belə. Və yaxud da ki, burada dəyişikliklər belə olubdur. Sonra, nə var burada? Başqa dəyişiklikləri deyir ki, qəbul elə və yaxud da ki, dəyişiklikləri rədd elə. Buradan başqa bir şey izah eləyəcəkdim. Bircə dəqiqəcə gözləyin. Burada bunu demək istəyirdim sizə. Gəlsiz tracking qrupbasına reviewing pane bölməsi var ki, buna basanda sizin bu tərəfdə, sol tərəfdə gəlib çıxardır ki, deyir ki, yazar kimdir? Elmirə Məmmədova. Elmirə Məmmədova deyir, informatika sözünü bayaqlam yuxarıda sildi. Sonra deyir, nağardı? Elmirə Məmmədova götürdü, ifkatika sözünü ora əlavə elədi. Sonra nağardı? Gücü sözünü əlavə elədi. Sonra bu sözünü əlavə elədi və s. və s. Buralarda nə dəyişikliklər varsa, track change bölməsində sizə göstərir. Sonra, burada bir də nə var idi? İzah eləməli lazım olan. Nəysə. Bu da belə.
Sonra burada change bölməsi var ki, qrupbası. Bunun da içindən ağarırıq. Bizim izləmələri ya qəbul edə bilərik və yaxud da ki, silə bilərik. Burada danışmırdım, baxın burada danışırdıq. Hə. Sonra nə var burada? Compare əmri var. Yadınızda saxlayın ki, compare əmri müqayisə eləyir. Necə müqayisə eləyir? Və yadınızda saxlayın ki, compare əmrini sualda verilsə, deyilsə ki, o hansı bir əmrdir ki, orijinal dokumentlə rezerv olunmuş dokumenti müqayisə edir. Orijinal sözünü yadınızda saxlasanız, yadınızda saxlayın ki, review tabının içərisində compare əmrindədir. Compare əmri deyir ki, məsəl üçün sən bu sənədi götürürsən. Bunun bir dənəsini də götürür, kopyalayır. 2 dənə eyni sənəd yarandı. Elə bu 2 eyni sənədin bir dənəsini verirəm, məsəl üçün mən deyirəm ki, Nərmin, ala bunun üzərində nəsə dəyişikliklər elə. Sonra sən o sənədi dəyişdirəndən sonra mənə gətirib qaytarırsan. Mənə gətirib qaytaranda artıq mən burada compare əmrinə basıram, birinci sənədimi götürürəm, seçirəm, sonra da Nərminin atdığı sənədi götürüb seçirəm və burada artıq müqayisə edirəm. Orijinal sənədlə əvvəlki sənədin içərisində nə dəyişikliklər olunub, olunmayıb onlara baxıram. Deməli, compare əmrini ağarır, müqayisə eləmək üçündür. Sonra burada nə var? Protect əmri var. Protect, daha doğrusu qrupbası var. Protect qrupbasının içində 2 dənə əmr var. Yazarı bloklamaq, yəni ki, yazarı girib içərisində bu həmin mətni kim yazıbsa da o girib dəyişikliklər eləyə bilməsin. Və yaxud da ki, restrict editing var ki, bunu ağarır. Bu burada heç nə. Formatlaşdırmaya parol qoya bilər, limit qoya bilsən ki, məsəl üçün mən istəyirəm ki, formatlaşdırmaya parol qoyum. Deyim ki, heç kəs gəlib burada mənim kompüter arxitektura sözünü məsəl üçün bold rejimində yazmasın. Götürəcəm buna quş qoyacağam, yes vuracağam, deyəcək ki, gəl buna password qoy. Və yaxud da ki, editləməyi ümumiyyətcə parol qoymaq istəyirəm. Deyəcəm ki, editləməyə kimə parol qoyum? Deyirsən ki, hamıya parol qoy, nə bilim, burada yes-ə basacaqsan, yenə sadəcə ki, parol yarat ki, yəni filan parolları bilən insanlarca girsinlər, editləyə bilsin sənin mətnlərini və s. və s. Restrict editing nə ağarır? Heç nə. Mənim sənədimə müəyyən parollar qoyur ki, sən bunun üzərinə dəyişikliklər aparma. İnk bölməsində bilməyə ehtiyac yoxdur. Gəlik bura review-ya. Qoyun buradan da çıxım. Review-da bilməli olduğunuz şey odur ki, bizdə Word-də 5 dənə görünüş rejimi var. Bu 5 görünüş rejimində bir də ki, yadınızda saxlayın ki, görünüş rejimlərini deməmişdən əvvəl. Track Changes bölməsində bunun kombinasiya düyməsi Ctrl-Shift-E-dir. Mənim yəni elədiyim bütün dəyişiklikləri izləmək üçün Ctrl-Shift-E düyməsini basmağa ehtiyac var. Sonra, gəlik bura. View bölməsində görünüş rejimləridir. 5 dənə normalda görünüş rejimim var, ancaq susmaya görə mənim həmişə aşağıda 3 dənə görünüş rejimim görsənəcək. Hansılardır onlar? Read mode, print layout və web layout. Yəni susmaya görə bu üçü görsənir. Və yadınızda saxlayın ki, elə belə təkrardan deyirəm, bunun minimum zoom ölçüsü 10-dur, maksimum zoom ölçüsü 500-dür. Və həmişə də susmaya görə default olaraqdan 100% göstərir. Gəldik bura. Görünüş rejimləri hansılardır? Read modedur. Yəni oxu rejimində açılması. Yəni sadəcə beldən açıram, dokumentimi oxu rejimində baxıram. Və oxu rejimində olmasını necə fərqləndirmək olar? Yadınızda saxlayın ki, yalnızca tablar oxu rejimindəcə göstərir. Görürsünüz, burada tablar var. Sonra rejimdən çıxmanın düyməsi nədir? Eski-dir. Eski basıram, rejimdən çıxıram. Sonra nə var? Print layout var. Print layout sizin bildiyiniz bu üzərində işlədiyim belə görünüş rejimində olan şeydir ki, printerə verməzdən əvvəl, məsələn, sən gələrsən buralarda nələrsə də işləyərsən. Həmişə açılan birinci səhifə ilə print layout səhifəsində olur. Sonra web layout var. Web layout nə qarır? Şəbəkədəki görünüş rejimidir. Yəni, məsəl üçün, şəbəkə deyiləndə nəyə nəzərdə tutur? Məsəl üçün, mən bu sənədi geçsəm Google üzərindən açsam və s. üzərindən açsam necə görsənəcək? Bax, görürsünüz, ekran boyunca tam-tamına sağdan düz sola doğru 2-2 tam olaraqdan göstərir. Sonra, yadınızda saxlayın ki, outline görünüş rejimi var. Struktur görünüş rejimidir. Və outline görünüş rejiminə basanda outlining adlanan yeni bir tab açılır. Və outline görünüş rejimini necə fərqləndirə bilərsiniz? Yadınızda saxlayın ki, bu görünüş rejimində hər bir abzasın əvvəlinə yumru belə işarələr düşür. Zaten bu yumru o hərfinə oxşuyur deyə elə oradan da outlining sözü yadınıza düşsün. Sonra qayıdıram. Bu görünüş rejimindən çıxmaq istəyirəm. Gəlin print rejiminə qoyum. Davam edirəm. Burada nə var? Başqa draft modu var. Draft modda yenə də belədəndir.
görünüş olaraqdan yadınıza saxlayın. Çünki görünüş olaraqdan sizə salacaqlar ki, bu dəqiqə indi mən hansındayım. Və siz yadınızda orada, indi dəftərinizə bir yerinizə yazın. Yazın ki, mən də buradan yazım. Bircə dəqiqə. Qoyun qəşəng bir dənə yer açım. Ctrl Enter basım. Ctrl Enter. Yazın ki, üfüqi xəkkeş. Özüm mən yazım sonra. Bir dənə videonu duraqladırım. Aha. Deməli, bizə nəncə onca qeyd eləyin ki, üfüqi xəkkeş, şaquli xəkkeş, şəkil və tablar sizdən soruşulacaqdır ki, hansı görünüş rejimlərində görsənir və yaxud da ki, görsənmir. Read modda, yəni, bayaq ki, bax bu, oxu rejimində xəkkeşlərim nə üfüqi olan, nə də şaquli olan görsənməyəcək. Amma şəkil və tablarım görsənəcəkdir. Gəlin, baxağın. Read moda bir dənə salaq. Görsünüz, xəkkeşlər getdi. Nələr görsənir? Şəkillər burada görsənir və yuxarıda nələr var? Tablar var. Eski bastım, çıxdım. Davam edirsiniz. Ay, üzr sayın. Sizdən soruşulacaqdır ki, print mod da bəs necədir? Print mod normalda bax bu görünüş rejimidir. Sən deyəsən ki, üfüqi xəkkeşim də var. Şaquli xəkkeşi bir dəqiqə mən deaktiv eləmişəm deyə görsənmir. Bu hissədən şaquli xəkkeş olmalı idi. Üfüqi xəkkeşim var, şaquli xəkkeşim var. Sonra nəyim var? Şəkillərim həqiqətən də yuxarıda. Görürsünüz ki, şəkillərim də görsənir və yuxarıda tablarım da görsənir. Deməli, print modda hər şey görsənir. Bəs web modda? Web modda yalnızca üfüqi xəkkeş görsənir. Şaquli xəkkeş, yəni düzünə olan xəkkeş görsənmir. Şəkillər də görsənir tablarda. Baxaq da. Gəlirəm şəkil olan hissəyə, görüm düzmü deyir. Web layout'a qoydum. Görsən, yalnızca üfüqi xəkkeş görsənir. Şəkillərim var, tablarım var. Hər şey görsənir. Bizə də necə? Şaquli bu hissədə olan xəkkeşdən başqa. Sonra gəlirəm, davam edirəm. Sizə sual veriləcəkdir ki, bəs outline rejimində nə görsənir? Deyəsən, outline rejimində nə üfüqi xəkkeş görsənmir, nə şaquli xəkkeş görsənmir, nə də şəkillər görsənmir. Yalnız və yalnız tablar görsənir. Nəyə görə? Çünki outline rejimi necə rejimi idi? Struktur rejimi idi. Yəni, mənim mətnimi sadəcə strukturuca görsənəcəkdir. Gəlirəm, sallam indi outline-a. Baxın, görürsünüz, xəkkeşlər yoxdur ki. Yoxdur. Bəs mən bayaqdan buralarda ürək, gülən, üzzat şəkilləri qoymuşum. Şəkillər də yoxdur ki, yoxdur. Yalnız və yalnız nələr var? Yazılar var. Yəni, struktur olaraqdan göstərir ki, burada filan abzas var, filan abzasın içində nə yazılar var və s. və s. Sonra davam edirəm. Gələm aşağıya düşürəm. Başqa hansını soruşacaqdır? Draft modu. Draft modunda deyəsən ki, üfüqi xəkkeş görsənir. Şaquli xəkkeş görsənmir. Yəni ki, bax, qıraqdan olan xəkkeş görsənməyəcək, amma yuxarıdan olan xəkkeş görsənəcəkdir. Şəkillər draft modunda görsənməyəcək, amma tablar görsənəcək. Girin, baxım, görüm, düzmü deyir. Draft moduna qoydum. Həqiqətən görürsünüz, xəkkeş üfüqi olaraqdan görsənir. Yuxarıya qalxıram, bir dəqiqə. Şəkillər görsənmir və tablar görsənir. Bu da belə. Bunu da adınız kimi yenə əzbərdən əzbərləyirsiniz ki, nə harda görsənir, nə harda görsənmir. Kompüterimiz dondu yenə. Heç nə. Read modda üfüqi xəkkeş, şaquli xəkkeş görsənmir, şəkillə tablar görsənir. Print modda hər şey görsənir. Web modda üfüqi xəkkeş görsənir, şaquli xəkkeş görsənmir. Şəkillər web modda görsənir, tablarda görsənir. Outline-da üfüqi xəkkeş görsənmir, şaquli xəkkeş görsənmir, şəkillərdə görsənmir. Tablar amma görsənir. Draft modda üfüqi xəkkeş görsənir, şaquli xəkkeş görsənmir, şəkillər görsənmir, amma tablar görsənir. Yadınızda saxlayın ki, şaquli xəkkeş yalnız print modunda görsənir. O da əgər mən aktiv eləmişəm sizə. Bunu da mən kompüterimdə həmişə mənim əlimin altında əsəbləşdirir deyə bu tərəfdə əslində bax bu xəkkeşin eynisindən bu tərəfdə də olmalı idi. Mən onu deaktiv eləmişəm deyə siz ona görə görə bilmirsiniz. Sonra View qrupasında nədən danışmalıyıq? View qrupasının içindən hər şeydən danışdıq. Gəlirik, düşürük hara? Immersive hissəsinə. Immersive hissəsindən danışmağa ehtiyac yoxdur. Page movement hissəsi var. Page movement qrupasında vertikal olaraqdan, yəni yuxarı aşağıya sürüşdürə oxuya bilərəm. Və yaxud da ki, səhifələrimi side by side eləyə sürüşdürə bilərəm. Yəni, bax, görürsünüz? Yəni, yanaşı deyirəm ki, belə-belə oxuyum. Amma həmişə necə xoşdur, vertikal olaraqdan yuxarı aşağı belə-belə baxmaq xoşdur. Yəni, hərəkət elətdirmək. Sonra, view hissəsində show qrupası var. Show qrupasında yadınızda saxlayın ki, cəmi 3 dənəcə
mənim əmrlərim var ki, bunlarca göstərib gizlədə bilərəm. Biri rulədir, yəni xəttkeşim. Xəttkeşimi görürsünüz, nə qədər deaktiv elədim. Görsənmədi, üstünə basam, nə edəcəm, aktiv eləyəcəm, xəttkeşim görsənəcək. Tor xətləri gizlədib göstərə bilərəm. Tor xətləri bir dəqiqə qoyun görüm, niyə görsənmir? Ekranı görsəndi. Tor xətlərini gizlədib göstərə bilərəm. Sonra navigation pane-i gizlədib göstərə bilərəm. Navigation pane-də hardan açılmışdı? Home tabının içərisində clipboard əmrinin alt əmridə və yadınıza sallıq ki, navigation pane açılanda 3 başlıq altında headings, pages və results başlığı altında açılırdı. Deməli, view tabının içərisində showdan nəyi gizlədib göstərə bilirəm? Ruləni, xəttkeşi, grid line-ı və navigation pane-i. Sonra zoom qruppası var. Zoom qruppasının içində zoom əmri var ki, mən bu böyütmək və yaxud da kiçiltmək üçündür. 100% əmri var ki, yəni mən nə qədər böyütmüşəmsə də, burada deyirəm ki, məsələn 200% zoom qruppasının içinə girdim. Daha doğrusu əmrin içinə girdim. Dedim ki, 200% ilə göstər. Amma deyirəm ki, indi mən vaz keçdim, susmaya görə default olaraqdan göstər, yəni 100-ə basıram, normal görünüş rejiminə qayıdıram. Once page var ki, yəni bir səhifə, səhifənin hamısı yəni görsənsin. Bir dəfə belə baxanda bütün səhifə görsənsin. Sonra multi-type page var ki, buna qarşı səliqəli bir şəkildə mənim ekranıma yanaşı səhifələrimi gətirir. Və page views var ki, nə qarşı tam enə böyüdür və belədən göstərir. Mən də deyirəm ki, bayaq kimi oldu. Aha, oldu. Sonra window əmri var. Window əmrində new window əmri var ki, buna qarşı eyni adlı açılmış bu cari sənədlə eyni adlı yenidən bir dənə sənəd yaradır. Bir dənəsini yaradıq. Baxın, nə oldu? Arxadakı mən bayaqki sənədim idi və new əmrinə basdığımda görürsünüz, eyni adlı ikinci bir sənəd yaratdı. Bu dokument 2-nin birinci olandı, bu da dokument 2-nin ikinci olandı. Yəni bu da nə üçündür? Deyir ki, gəl bunun üzərində nədir onun adı? Dəyişikliklər elə, altdakindən baxa bilərsən. Nəysə, belə bir əmrdir. Sonra nə var? Arrange all var. Arrange all-una qarır. Mənim arxa fonda qoy bir dənə bir-iki dənəsini açım. Yeni dokument yaratmaq üçün kontrolunu basa-basa gedim. Bir 7-8 dənə dokument yaratdım. Oyda nə qədər yaratdım? Yarana getdi. Gəlirəm burada dokument 1-mi seçirəm. Bayaqdan çünki dokument 1-də deyildim. Bayaq dokument 2-də idim. Dokument 2-dən gəldim arrange all-u basanda nə qarır? Bu narahat olmayın, gözünüz ağrımasın. Buna qarşı bütün arxa fonda açdığım dokumentləri qəşəngcə sıralayır, mənim önümə gətirir. Heç nə, mən bayaqlan bunun üzərində işləyirdim, davam edirəm. Sonra split nə qarşı mənim ekranımı 2 yerə bölür. Niyə 2 yerə bölübdür? Mən istəyirəm ki, məsəl üçün götürüm PDF-imin bu hissəsinə baxa-baxa, gəlim orada nə yazılıbsa da məsəl üçün burada yazmağa başlayayım. Yəni belə ekranı 2 hissəyə bölərəkdən işləmək üçündür. Sonra bir dənə geriyə qaydaq. Bunu bax. Bayaqki o dediyim xəttkeş axır ki görsəndi. Görürsünüz, bu şaquli xəttkeşdir, bu da üfüqi xəttkeşdir. Sonra burada nə var? Side by side əmri var ki, mən yanaşı olaraq da məsəl üçün istəyirəm ki, dokument 10-dan bayaqki dokumentim yanaşı dayansın. Adından da bilinir, yanaşı baxmaq üçündür. Sonra başqa nə var? Synchronous scrolling var ki, bu yəni scroll eləyə bax belə yuxarı aşağıya sürüşdürə baxmaqdır. Reset window position nədir? Bir əvvəlki nə eləmişdimsə də pəncərələrimdə onu qaytarmaq üçündür. Sonra burada nə var? Switch window var, yəni ki, mənim cari açılmış pəncərəmdən digərinə keçsəyim. Məsələn, mən bir dokument 2-dəyəmsə, istəyirəm ki, dokument 12-yə keçsəyim. Burada gəlsən, basırsan, qıraq tərəfdən sənə keçid eləyir. Sonra burada nələr var? Makroslar var. Makros nə eləyir? Gözləyin indi. Buradan makros düyməsinə bassam, bu 2 başlıq altında. Bir var buton kimi, sən nə işləyirsənsə, nə əmrlər eləyirsənsə, bir butonun üzərində yerləşdirə bilərsən. Və yaxud da ki, keyboard, yəni klaviatura üzərində də izləməyə ala bilirsən. İndi bir dəqiqə mən sizə başa salacağım, nə eləmək istəyirəm. Bir sənəcə bu pəncərədən çıxın, bu pəncərə qırıq qalıbdır. Xoşuma gəlmir. Bir dəqiqə, qoyun bunun üzərində. Gəldik view tabına, makrosa. Mənim elədiyim elə bil ki, bütün əmrləri bir düymə altında birləşdirmək üçündür. Gəlirəm buradan record makrosa basıram. Ya bir buton altında eləmək istəyirəm və yaxud da ki, klaviatura kombinasiyasından eləmək istəyirəm. Gəlirəm burada. Deyir ki,
klaviatura kombinasiyası qoy. İndi kompüterimdə mənası olmayan bir klaviatura qoyacağam. Məsələn, Ctrl+7. Mən bilirəm ki, Ctrl+7 basanda normalda heç bir şeyi açıb eləmir. Yəni mənasızdır. Özümdən indi buna məna qoyacağam. Ctrl+7-ni bastım. Assign-ə basıram və buranı bağlayıram. Görürsünüz, mənim bu dəqiqə masumun altına nə var? Nəsə bir işarə düşdü. Bu işarə başlayır bir dəqiqə məni izləməyə. Mən nələr eləyəcəmsə yadında saxlayacaqdı o. Məsəl üçün, mən deyirəm ki, burada gəldim, bunun rəngini dəyişdim. Sonra götürdüm, biraz böyütdüm. Sonra nə bilim, buranı bold rejiminə qoydum. Altından xətt çəkdim. Bu, mən elədiyim bütün hər bir şeyi yaddaşına saldı. Və indi buradan gələm, stop recording eləyirəm. Elədimmi? Elədim. O, onu yaddaşında saxladı. İndi mən gəlib bunu seçirəm, bu hissəni. Ctrl+7-ni basıram, bir dəqiqə əlimin altında bastım. Nağardır? Mənim bayaqlarım, sonuncu elədiyim, nələr eləmişdimsə yadında saxladı və götürdü, burada elədiyimi bunun üzərinə kopyaladı. Deməli, makros nağarır, elədiyim əməliyyatları hər hansısa da bir düymə ilə yaddaşında saxlayır və həmin düyməni basanda həmin işləmləri digər şeylərin üzərinə kopyalaya bilir. Hardasa da bu, hardasa da bu. Home'un içində burada Format Painter var idi ha. Bax, buna bənzəyir. Necə ki, Format Painter eləyəndə bunun üzərindəki formatı digərinə köçürdürdü. Bu da hardasa onun kimidir. Prosto bundan fərqi odur ki, Format Painter'in özünün zaten klaviatura kombinasiyası var idi ki, Ctrl+Shift-Z eləyirsən və Ctrl+Shift-V eləyirsən, kopyala yapışdırdı. Amma bu birisi makros, yəni nə iş görsənsə təkcə formatlaşdırmanı dəyişmək deyil. Məsəl üçün, mən bəlkə burada gəldim, nə bilim, tor xəttlərini gizlətdim, göstərdim, nə bilim, ağardım. Bunların hamısını bir düymə altında, ürəyin istəyən düymə altında birləşdirirsən. Vəsə, help bölməsində də nələr var? Heç nə. Kömək elə hissəsi var, feedback göndər, kontakt yarat, nə bunlar var. Buradan sual düşmür deyə demirəm. Və salam, tablarla işimiz qutardı. Mükəmməl bir şəkildə bütün tabları bildik. Və salam, bununla da qutardıq. Gələn dərsə nə keçəcəm sabah sizə? Printer məsələlərini keçəcəm. Buralarda nələr baş verir. Bununla da Word-ümüz bitir. Sağ olun.